Vaxtınız xeyir olsun əziz şagirdlər. Bugünkü biz videomuzda mübtəda və onun ifadə vasitələrində ikinci hissədiyim test toplusunu izah edəcəyik. Bundan əvvəlki videoda və mübtəda mən mövzusunu tam izahını yerləşdirmişəm kanala. Çalışacağım mövzuları izah edib arxasında test toplularını da izah edim. Ümumiyyətlə çalışın qaydaları əvvəlcə öyrənin, sonra testlərlə onları daha da möhkəmləndirin. Yəni testləri də qaydalar bilmədən də testləri işləmək tam mümkün deyil. Düzdür, testlər möhkəmləndirir, Azərbaycan tətbiq daha çox önəmlidir, amma yenə də qaydalar tanış olsa çox yaxşı olardı. Gəlin baxaq, mübtədası sual əvəzi ifadə olunmuş cümlə. Sual əvəzi bilirsiniz ki, əsas nitqçələrinin sualların hamısı sual əvəzlikləridir. Sual əvəzlikləri sintaksisdə sual əvəzi ifadə olunarsa cümlə üzvləri onlara sual vermədən cümlə üzvü olurlar. Gördüyünüz kimi burada nə edir? Maraqlandırır. Nə oldu, nə. Zaten sual əvəzinin özü cümlədə yəni əgər keçirsə biz ona nə sual verə bilərik? Heç bir sual verə bilmərik. Burada B bəndində e, burada mürəkkəb addır. Qardaşın isimdir, gələn feil sifətdir, Həsən isimdir. Mübtədəsi sifət ifadə olunan cümlə. Gəlin baxaq. Nə etdi? Düşdü. Kim çoxları. Burada sayla ifadə olunub. Gözəllər seyrəngahısan. Burada mübtəda ikinci növ ismi birləşməli ifadə olunub. Gözəllərin seyrəngahısan deməkdir. Hər şey sənin düşündüyün qədər asan deyil. Asan deyil. Nə? Hər şey burada qeyri-müəyyən əvəzlikdir. İnsaflar azalıb mürvət. İnsafla mürvət burada isimdir. Namərd dar gündə aradan çıxandır. Kim namərd burada deməli sifətə ifadə olunub. Mübtəda söz birləşməsi ifadə olunan cümləni göstərir. İblisin monoloqu tamaşaçıları yaman həyəcanlandırmışdır. Nə? İblisin monoloqu. Baxın, ismi birləşmədir, söz birləşməsidir. Üçüncü növ ismi birləşmədir. Yəni ki, yerli kallı və mənsubə şəkilçili sözdür. Təbiət xumarlanırdı körpəsinin yuxudan ayrılması kimi. Nə edirdi? Xumarlanırdı. Nə? Təbiət isimdir. Qulağına həzin bir səs gəldi. Nə gəldi? Səs gəldi. İsimdir. Elə bir quşcuğaz özünün məhəbbət nəğməsini oxuyurdu. Nə edirdi? Oxuyurdu. Nə? Quşcuğaz isimdir. Əkin yeni suvarılmışdı. Nə suvarılmışdı? Əkin burada da isimdir. Gəlin keçən növbəti testdə. Dördüncü testdə cümlələrin birində mübtəda isimlə ifadə olunub. İgid övladlarımızla fəxr edir. Kim fəxr edir? Biz fəxr edirik. Əvəzlikdir. Çıxdı. Tanımırsan. Kim? Sən tanımırsan. Burada əvəzlikdir. Çıxdıq. Bizə nə istəyir? İsim istəyir. Nə etmişdi? Gəzmişdi. Kim gəzmişdi? Qədir gəzmişdi. Baxın, isimdir. Gördüyünüz kimi. Nə etmişlər? Dayanmışlar. Kim? Onlar burada yoxdur. İnanmaq istəmirdi. Kim? Heç kəs. Burada da qeyri-müəyyən əvəzlikdir. Aha, mübtədası feili sifətlə ifadə olunmuş cümlənin mənası. Sən gələndə uşaqların hamısı sevinir. Nə edir? Sevinir. Kim? Uşaqların hamısı. Baxın, açıq-aşkar yerli hal şəkli və mənsubiyət işləndiyinə görə ismi birləşmədə çıxdıq. Tanımırdıq. Kim tanımırdıq? Biz tanımırdıq. Mübtədası kənarda düşünülə bilən ikinci şəxsin cəmində olan sözdür. Yəni biz tanımırdıq. Buraya yazaq biz. Nə edər? Məqsədinə nail olar. Kim? Çalışan. Baxın, çalışan feili sifət an ən şəkilçisi, an üstü 2 şəkilçisi, feili sifətin şəkilçisi və testlərə çox düşən şəkilçilərdən biridir. Əzbərləsəz yaxşı olardı. Hiss olunurdu. Nə hiss olunurdu? Küsəyən olmağı. Baxın, burada küsəyən ağan əyən şəkilçisidir. Bunu qəti olaraq feili sifətlə səhv salmayın. Feili sifət olarsa küsən olacaq. Amma feili ancaq sifət olsa küsəyən olacaq. Yəni bunu səhv salmayın. Bunun ən yaxşı yolu mamə şəkilçinin, inkar şəkilçinin artırılmalıdır. Yəni küsən, küsməyən deyə bilərik, amma sifətdə biz mamə artıra bilmərik. Çünki sifət təsdiq və inkarda ola bilmir. Su sıçrantılığının yuduğu göyərtidə dayananlar gözlərini qaranlığa zilləyib baxırdılar. İrəli baxırdılar. Kim? Su sıçrantılarının yuduğu göyərtidə dayananlar. Bilirsiniz ki, məstər feili, sifət feili bağlama cümlənin ortasında işlənəndə özündən sol tərəfdəki bütün sözləri mübtədanın çıxmaq şərti ilə bütün sözləri mağazi kimi ətrafına çəkir və tərkib yaradır. Baxın, 1, 2, 3, 4, 5-ci. 5 dənə söz ətrafına topladı və feili sifət tərkibi yaratdı. Feili sifət deyil. Feili sifət olarsa bir söz, feili sifət tərkibi olarsa 1 plus, yəni ki, sözlərin sayını feili sifətin tərkibinə daxil edir. Şəhid olmayan torpaq müstəmləkədir. Baxaq burada. Müstəmləkədir. Nə? Torpaq. Gördünüz, sadəcə olaraq isimlə ifadə olunubdur. Aha, hərflərin sırasını biləndə lüğət üzrə işləmək asan olur.
asan olur. Asan olan nədir? Lüğət üzrə işləmək. Bax, maqmək şəkilçisi var. Gördünüzmü? İncəki dediyim kimi məstər, feili səs, feili bağlamalar cümlə ortasında işlənəndə sol tərəfdəki sözlərə diqqət edin. Mübtədanı çıxın, qalan hamısını tərkibin içərisinə daxil edin. Zaten burada özü mübtədadır. Nə lüğət üzrə işləmək olur? Məstər, tərkibi. Gəlin baxalım 9-a. Təbiətin bütün sirlərini kəşf edən insandır. Kimdir? İnsandır. Nə? Və yaxud da ki, kim? Təbiətin bütün sirlərini kəşf edən. Baxın, kim? Gördünüz? An ən şəkilçisi var. Soldakı bütün sözləri tərkibə daxil elədi. An ən şəkilçisi də hansı nitq səsinə aid olacaq? Feili sifət tərkibinə aid olacaq. İndi orada Gülşənin bayaq dayandığı yerdə başqası dayanmışdı. Nə etmişdi? Dayanmışdı. Kim dayanmışdı? Başqası. Başqa insan. Hansı insan? Bu da sifətdir. Keçək 11-ci sualımıza. Deməli, mənəvi təkamülün zirvəsinə çatmaq hər insana nəsib olmur. Nəsib olmur. Nə? Mənəvi təkamülün zirvəsinə çatmaq. Yox, burada mənəvi sözü üstə, mənəvi sözü, yəni burada təyindir. Nə? Təkamülün zirvəsinə çatmaq. Çünki ismi birləşmələrin qabağında təyin götürə bilərik. Hansı təkamül? Mənəvi təkamülün zirvəsinə çatmaq burada məstər tərkibidir. İşlədiyi idarənin maliyyə yardımı Kərəmin xarici təhsil alması üçün şərait yaratdı. Kim? Maliyyə yardımı şərait yaratdı. Nə etdi, yaratdı? Kim yaratdı və yaxud da ki, kimlər yaratdı? Maliyyə yardımı. Maliyyənin yardımı, yəni bunun ikincinin ismi birləşmədir. Ümumiyyətlə, sintaksda uşaqlar söz birləşmələri mövzusunu çox yaxşı bilmək lazımdır. Bax, bu cür yerlərdə sizlərə ehtiyac olacaq. Çünki ifadə vasitələri həddindən artıq çoxdur. Söz birləşmə ifadə vasitələri, cümlə üzvlərinin söz birləşmə ifadə vasitələri həddindən artıq çoxdur. Xüsusən feili birləşmələri olduqca yaxşı bilmək lazımdır. Əli bəy Hüseynzadə 20-ci əsrin əvvəllərində Füyuzat jurnalının nəşrini başladı. Kim başladı? Əli bəy Hüseynzadə. Baxın, mürəkkəb adlı ifadə. O mürəkkəb ad nədir? Xüsusi isimlərin 2 və daha 2 plus, yəni 2 ilə xüsusi ismi birləşdirin, olacaq sizə mürəkkəb ad. Sonra gəlin baxaq. Dərsi diqqətlə oxumaq bütün şagirdlər üçün vacibdir. Bir dəqiqə. Aha, vacibdir nə? Dərsi diqqətlə oxumaq. Baxın, maqmək şəkilçisi var. Feili, yəni ki, məstər şəkilçisidir maqmək. Ona görə solda 1, 2, bu da üçüncü söz olacaq sizin üçün məstər tərkibi. Bu cür rahat tapılır. 15-də baxaq. Deməli, o da atası kimi kapitan olmaq, gəmi sürmək istəyirdi. Nə edirdi? İstəyirdi. Kim istəyirdi? O. O nitq səsi olaraq nədir? Əlbəttə ki, əvəzlikdir. Yəni o istəyirdi. Kim istəyirdi? Bax, kim sualına cavab verirsə, bu şəxs əvəzi. İşarə vəzini səhv salmayın. İşarə vəzi olarsa, hansı sualına cavab verəcək? Hamıdan artıq ürəklə və həvəslə işləyən Rəhman idi. Kim idi? Rəhman idi. Deməli, burada nə istəyir bizə? Mübtədası nə ilə ifadə olunmuşdur? Baxın. Baxın, gördünüzmü? An ən şəkilçisi var. Hansı Rəhman? Daha doğrusu, üzr istəyirəm. Kim? Hamıdan artıq ürəklə və həvəslə işləyən Rəhman idi. Hamısı feili sifətin tərkibinə daxil edəcəksiniz. Bir dənə deyirəm, yenə deyirəm, mübtədanın çıxmaq şərti ilə demək olar ki, hamısını tərkibin içərisinə daxil edə bilərsiniz. Gəlin 17-yə baxalım. Uşağı ərköyün böyütmək onun gələcəyini məhv etməkdir. Məhv etməkdir. Nə məhv etməkdir? Nə məhv etməkdir? Uşağı ərköyün böyütmək. Yox, üzr istəyirəm. Burada onun gələcəyini bir yerdə götürək, sözə fikir vermədim. Uşağı ərköyün böyütmək. Maqmək şəkilçisi var. Soldakı sözlərin hər birini tərkibin içərisinə daxil edəcəksiniz. B bəndi. Dünəndən bəri eşitdiklərin səni də təəccübləndirəcək. Nə edəcək? Səni də təəccübləndirəcək. Nə təəccübləndirəcək? Dünəndən bəri eşitdiklərim. Burada dıq plus mənsubiyyət şəkilçisi var. Yazaq bura. Dıq plus mənsubiyyət. Axır qayda kitablarında dığım deyə artıq yazılır. Qoy bunda yazım. Dığım deyə yazılır. Dığım da görsənmir deyəsən, dığım deyə yazılır. Aha.
Dünəndən bəri eşitdiklərim əlbəttə ki, olacaq. Feili sifət, tərkibi 1, 2, bu da üçüncü. Yaralı ağırdan sızıldayırdı. Nə edirdi? Sızıldayırdı. Kim? Yaralı. Əlbəttə ki, yaralıdır. Nə olacaq? Sifət. Sonra gəlin baxaq. Mübtədası sifətlə ifadə olunan cümlə. Ə, nə edirdi? Qiymətləndirilirdi. Nə qiymətləndirilirdi? Qayğı oldu isim. Meydana atıldılar. Kim? İgidlər. İgid baxın, sifətdir, isimləşib və mübtəda olubdur. Sizə deyim, qeyd edim ki, qocadır, igiddir, körpədir, cavandır, namərddir, mərddir, ağıllıdır, gözəldir. Bunlar ən çox isimləşən sifətlər olaraq gedirlər. Burada hamı olur qeyri-müəyyən əvəzi, yaşıllığı qorumaq məstər tərkibidir. Burada da hər kəs qeyri-müəyyən əvəzlikdir. Cümlələrin birinin mübtədası məstər tərkibi ilə ifadə olunmuşdur. Gəlin baxaq. Tələbə olmaqdır. Nə? Fərman, Zəhra və sevincin məqsədi. Baxın, bunun hamısı bir yerdə. Sevincin məqsədi. Bax, bu üçüncü növ ismi birləşmə. Biz bunu parçalaya bilmərik. Bax, buradakı şəkiçi burada aiddir. Burada aiddir. Yəni, fərmanın məqsədi, Zəhranın məqsədi, sevincin məqsədi. Sadəcə burada şəkilçilər bu digərlərində ixtisar olunub, amma burada qalıb. Buradakı şəkilçi əsasən bilir ki, burada şəkilçilər var idi. Ona görə burada ismi birləşmələrdir. Akademiyanın tələbəsi olmaq. Baxın, gördünüz, məstər tərkibidir. Nə arzusudur? Akademiyanın tələbəsi olmaq. Bir söz, iki söz, bu da üçüncü söz. Bizdə zaten məstər tərkibi soruşurdu. Nə etmişdi? Tapşırmışdı. Kim tapşırmışdı? Elmi rəhbərlər. Baxın, burada ismi birləşmədir. Bizə məstər tərkibi istəmişdi. Muradın mahnı oxumaqdan xoşu gəlir. Xoşu gəlir. Çox xoşu gəlir. Burada əslində qalsa, yoxdur. Burada mübtəda. Dincəlmək insanın sağlamlığına müsbət təsir göstərir. Nə dincəlmək? Baxın, burada da maqmək var, uşaqlar, əziz şagird. Burada da maqmək var. Amma sizə nə deyir? Tərkibdir. Yəni, tərkib olarsa biz onu tək olan sözü götürə bilmərik. Bax, bunu diqqətli olun. Burada sadəcə məstərlə ifadə olunubdur. Gəlin, baxaq. 22. Hansı cümlədə mübtəda işlənməmişdir? Dostlar, oralar çəmənlikdir. Haralar? Oralar, yəni ora. Burada var. Burada yer zərfi ilə ifadə olunub. Sonra, yuxarı qaranlıq idi. Qaranlıq idi. Hara? Yuxarı. Baxın, burada da var. Yer zərfi ilə ifadə olunubdur. Sonra, yaşasın vətən uğrunda döyüşənlər. Nə etsin, yaşasın? Kim? Vətən uğrunda döyüşənlər. Feili sifət tərkibli ifadə olunub. Çıxdıq. Sonra, Kərim, sabah oraya gedəcəyik. Baxın, gedəcəyik. Kim? Biz. Görürsünüzmü? Biz sözü yoxdur. Biz olsaydı biz deyərdik ki, mübtədası var. Mübtədası var, amma biz onu düşünə bilərik. Biz onu düşünə biliriksə, kənarda mübtədası kənardadsa, burada cümlədə mübtəda var demək deyil. Sadəcə biz onu düşünə bilirik. Ona görə cavab D bəndidir. Artıq yola düşmək gec idi. Gec idi. Nə? Yola düşmək. Bax, burada məstər tərkibidir, bu da çıxdı. Yəni, cavab ona görə oldu D bəndi. Hansı cümlədə mübtədə işlənməmişdir? Uşaqlar, buraya gəlin. Bax, burada xitabdır. Amma bilirsiniz də, xitab cümlə üzvü olmur. Xitab müraciət bildirir. Müraciət bildirməyə də zaten onun sintaktikada varlığını sübut edir, amma cümlə üzvü olmur. Zaten o xitab olmağı, müraciət bildirməyi onun sintaktikada yeridir. Nə edin, buraya gəlin. Kim? Siz. Bax, burada siz olmalıydı ki, biz ona deyə bilək ki, burada mübtədə var. Artıqdır. Nə? Elə nəyi? Bax, gördüyünüz kimi nə ilə ifadə olunubdur? Çıxdıq. Daşlıqdır. Hara? Buralar. Yer zərfini ifadə olunub. Çıxdıq. Nə edirdi? Nə edirdi? Üçü də bir-birinə həmişə dost edirdi. Nə edirdi? Üçü də bir-birinə həmişə dost deyirdi. Dost deyirdi. Kim? Üçü də. Onların üçü də. Yəni, onların üçü. Kim? Onların üçü saylı ifadə olub çıxdı. O tərəfdə nə isə qəfil uçub töküldü. Nə edildi? Töküldü. Nə? Elə nə isə. Bax, nə isə ifadə olunub. Qeyri-müəyyən əvəzlikdir. Çıxdıq. Hansı cümlədə mübtəda feili sifətlə ifadə olunmuşdur?
Feili sifətlə ifadə olunmuşdur. Gəlin baxaq, əziz şagirdlər. Dünyadakı soydaşlarımızın əsas dərdi vətən dərdi. Baxın, vətən dərdi deyir, ikinci növ ismi birləşmədir. Biz bunu parçalaya bilmərik. Nə? Nədir vətən dərdi olan? Dünyadakı soydaşlarımızın əsas dərdi. Bax, bu ismi birləşmədir. Ə, soydaşlarımızın əsas dərdi. Hansı soydaşlarımızın dünyadakı bu da ayrı gedir. Burada ismi birləşmədi. Çıxdıq bizə nə lazımdır? Feili sifət. Sevən də sən, parçalayan da sən. Feili sifətlə ifadə olunmuşdur. Ə, sevən də sən, parçalayan da sən. Elə budur da mübtədası. Baxın, burada bir şey qeyd edəcəm sizə. Əslində burada cümlənin sonundakı şəxs şəkilçisi ixtisar olunub. Ona görə burada çaşmayın. Sənsən kim parçalayan, sənsən kim sevən. Gördünüz, biraz sizə qəliz gələ bilər, amma ən şəkilçisini görən kimi bilin ki, o söhbət orada feili sifət şəkilçisindən gedir. Gəlin digərlərinə baxaq. Söz var, dələr keçər. Söz var, gələr keçər. Söz var, dələr. Burada söz, burada feil sifət yoxdur. Oğul tərbiyəli və intizamlı olmalıdır. Kim? Oğul isimli ifadə olunub. Çıxdı. Sizin sözünüzün kəsəri azdır. Azdır nə? Sizin sözünüzün kəsəri. Baxın, burada ismi birləşmədə burada da çıxdı. Bizə zaten feil sifət lazım idi. Ona görə orada cavab B bəndidir. Maraqlı test idi. Hansı cümlədə mübtəda zərflə ifadə olunub? Aşağılar gül çiçək içində idi. Baxın. Hara? Aşağılar. Gördünüzmü? Aşağı, yuxarı bunlar yer zərflərdir. Bu yer zərfləri, ümumiyyətlə çalışın zərflərin listini əzbərləyin, çünki onlar testlərə çox düşür. Uşaq gah aşağı enir, gah da yuxarı qalxır. Kim? Uşaq isimdir. Tənbəllər həyatda müvəqqəti qazana bilmirlər. Kim? Tənbəllər sifət çıxdı. Məktəbimiz yuxarıda parkın yaxınlığındadır. Nə? Məktəbimiz isimli çıxdıq. Əyləşdilər. Kim? Qonaqlar. Burada da isimli çıxdıq. Digər qalanını da o birisi videoda izah edəcəm. Ardını izləyin.